Ukrayna ordusu niyə geri çəkildi? Şəxsi heyəti qorumaq müharibənin normal bir hissəsidir. Ona görə də onların müəyyən mövqelərdən geri çəkilməsi fəlakət deyil. Axar az xəbər verir ki, bunu Ukraynalı hərbi ekspert Ivan Timoçko Ukrayna ordusunun Gulyapolye bölgəsindən geri çəkilməsini şərh edərkən bildirib. O qeyd edib ki, bu qərar mühasirəyə düşməmək üçün verilib. Düşmən əsas qüvvələrinin hazırda Pokrovsk-Mirnograd aqlomerasiyası ərazisində olduğunu nəzərə alaraq cinahlarını genişləndirməyə çalışır. Ruslar dumandan və digər şəraitdən istifadə edərək bu istiqamətdə xeyli artilleriya cəmləşdiriblər. Vəziyyətin kiçik yaşayış məntəqələri daxilində baş verdiyini nəzərə alsaq, iri sənaye tikililərindən istifadə etməklə hər hansı sərt istehkam sistemi qurmaq mümkün deyildi. Düşmənin mövqelərimizdən yan keçməyə hazırlaşdığı barədə əlavə məlumat alınaraq geri çəkilmək qərarı verildi. Paşinyanın 3 yol təklifinə Bakıdan reaksiya. Hikmət Babaoğlu, həmin yollar Sovet dövründə işlək olub, indi Sovet dövründə Azərbaycanla Tavuş və Sünik, Zəngəzur bölgələri vasitəsilə birbaşa dəmir yolu əlaqəmiz var idi. Diqqətinizi ona yönəltmək istərdim ki, Ermənistan Türkiyədən Marqara və Kornizor vasitəsilə Azərbaycana və əks istiqamətdə yük daşımalarını dərhal təmin etməyə hazır olduğunu bildirib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə İrəvanda keçirilən Dünyanın kəsişməsi, regional rabitənin inkişafı konfransındakı çıxışında bildirib. Niyə bunu indi təklif edirik? Çünki bu infrastruktur hazırdır, müzakirə edəcəyim bütün digər sahələrdə hazırlıq var, biz də siyasi cəhətdən hazırıq, sadəcə olaraq buraya investisiya qoymalıyıq, deyə Paşinyan bildirib. Azərbaycan və Türkiyə bu təklifi qəbul edəcəkmi və Paşinyanın qeyd etdiyi yolun onun dediyi kimi qısa müddətdə işə salınması mümkündürmü? Referans az xəbər verir ki, deputat Hikmət Babaoğlu yeni müsavatla bildirdi ki, Nikol Paşinyan 3 istiqamət üzrə regional kommunikasiyalardan danışıb, onların hər üçü Sovet dövründə mövcud olmuş magistral yol, dəmir yolu və rabitə xətləridir. Üçüncüdə sadəcə avtomobil yolu mövcud olub. Digərlərində isə həm avtomobil, həm dəmir yol şaxələri mövcud idi. Nikol Paşinyanın ifadə etdiyi birinci marşrut hamımızın gözlədiyimiz daha çox populyar olan və müzakirə edilən Zəngəzur dəhlizi Tramp marşrutudur. Bu marşrut elə Sovet dövründə sadəcə dəmir yolu infrastrukturu idi. Çünki bu marşrutun keçdiyi 42 kilometrlik ərazi Zəngəzur dağlarının ətəkləri ilə Araz çayının sahili boyu sıxışmış bir ərazidən bəzən dağların ətəyindən xüsusi yarımtunellər vasitəsilə birləşərək keçən bir dəmir yolu idi. Yəni buradan coğrafiyanın çox dar və məhdud olması üzündən avtomobil yolunun açılması mümkün olmamışdı. Hazırda əsas kommunikasiya bu ərazi üzrə mümkündür. Çünki dəmir yolu Ordubad rayonunun Kotan kəndindən Salam Əleyk stansiyasından daxil olmaqla bizim Araz dəyən dediyimiz, ermənilərin isə Yerask dedikləri Sədərəklə Vedibasarı birləşdirən hissədir. İrəvan-Moskva qatarı da həmin dəmir yolundan istifadə etməklə Azərbaycan üzərindən Moskvaya gedib çatırdı. Deputatın sözlərinə görə ikinci yol Paşinyanın Tavuş dediyi Dilican yoludur. Bu yol da dağlıq ərazilərdən keçir. SSR dövründə çox işlək yol olub. İrəvandan və Gümrüdən Gəncəyə gələn avtobuslar bu yoldan istifadə edirdi. O zaman bu yola biz Leninakan-Kirovabad yolu xətti üzrə yol kimi baxırdıq. Amma bu yol da şaxələnirdi və şaxələrdən biri Sadaxlı-Noyamberyan körpülü xətti ilə İrəvana gedir. Üçüncü yol isə Marqara-Kornidora keçərək Zəngəzur dağlarının üstündən Qoruslaçın-Şahbuz xəttidir. Azərbaycan bu platformaya qoşulacaq. Herbst, ABŞ Mərkəzi Asiyanı prioritet bölgə hesab edir. Axar az xəbər verir ki, bu barədə Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya şöbəsinin baş direktoru John Herbst noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin forumunda bildirib. Herbst vurğulayıb ki, Prezident Donald Trump özünü sülh təsisçisi kimi təqdim edir və bu əsassız deyil. Onun təşəbbüsləri çərçivəsində 9 münaqişənin həlli istiqamətində iş aparılır ki, onlardan biri də Azərbaycan-Ermənistan münaqişəsidir. ABŞ Mərkəzi Asiyanı strateji prioritet bölgə hesab edir. Bu baxımdan Vaşinqtonda keçirilən C5-1 sammitindən sonra Bakıda forumun təşkil olunması təsadüfi deyil. Yaxın gələcəkdə platforma Azərbaycanın qoşulması ilə C6-1 formatına çevriləcək və bu tərəflər arasında əlaqələrin əhəmiyyətini daha da artırır.